hələ də nə oynadığını başa düşməyən Fenerbahçe'nin qarşısında olduqca oturuşmuş bir Stuttgart var. Növbəti oyunların da çətinliyini nəzərə alaraq Fenerbahçe üçün bu maçdan pozitiv nəticə ilə ayrılmaq çox vacibdir. Gəlin Stuttgartın güclü tərəflərindən danışaq. Burada Chemo Andres əvəzetmə olaraq meydana girir və fərqlənir. Burada isə artıq Avropa Liqasıdır və Silas Celta Vigo'ya qarşı qol vurur. Yəni Fenerbahçe rəqibin standartlarından qorunmalıdır. Çünki ötən mövsümdə Stuttgart standartlardan 11 qol vurmuşdu. Məsələn, baxın burada. Rəqib komanda hücuma gedir və əks hücumda 3-1 tutulur. Əlbəttə ki, cərimə meydançası da özdə. Və əlbəttə ki, bu absurd, amma əgər siz Bundesliga-ya baxırsınız, bu Bundesliga-nın klassikasıdır. İkinci hücumçu kimi və ya ikinci 10 nömrə kimi Stiller bu funksiyanı öz çiyinlərinə götürərək baxın belə bir epizod yaradır. Və daha bir epizod yenə də analoji situasiya, yenə də bir növ komandanın hücum fazasında Stiller 6 nömrədən 8-10 nömrəyə çevrilir və qolun pasını atır. İndi isə Stuttgartın zəif tərəfləri. Rəqib 2 oyunçu ilə cinahla hücum edir, winger və cinah müdafiəçisi. Stuttgartın 2 futbolçusu ona qarşıdır. Bu normaldır, amma normal olmayan baxın aradakı məsafədir. Həmin məsafədə bu epizodda futbolçu yoxdur. Ona görə asma gəlir, amma Fenerbahçe'dan sürətlə o epizoda, o koridora girən futbolçu olsa olduqca təhlükəli bir vəziyyət yaranır. Çünki həmin futbolçu həm zərbə mövqeyinə çıxır, həm də ki kəsəli pas mövqeyinə çıxır. Və baxın bu epizodda da Stuttgartda 5-3-2 işləmir. Bir tərəfdən 5-li müdafiə yerindədir, amma ikinci sədd hardadır? Çünki istənilən komanda sadəcə 5 nəfər yox, 6 nəfər də qoysan ora bir xəttdə o qədər də təhlükəli deyil. 2 xətt olması vacibdir. Yəni bəzən 4-4-2 qat-qat effektiv ola bilər, nəinki 5-4-1. Stuttgartda isə baxın bu epizodda həmin o 5-li son və ilk xəttdir rəqibin qarşısında. Çünki onun qabağında olan üçlü ümumiyyətlə geri qayıtmağa macal tapmayıb. Sizin fikrinizcə Fenerbahçe bu oyundan hansı nəticəyə nail olacaq? Biz Fenerbahçe'nin rəqibi Stuttgart haqqında detallı analiz videosu çəkmişik. İzləmək üçün YouTube kanalımıza keçin.